Məsələn, mənim özümün pasiyentlərim içərisində inanın mənə 3 yaşında diabetli xəstə var. 80 yaşında diabetli xəstə var. İstənilən yaş qrupunda mənim diabetli xəstələrim var. Elementar yenə bir misal çəkəcəm. Bəlkə bu xəstələri mən dinləyirlər. Biləsvardayıq. Salyan bizə yaxındır. Aran zonası hesab olunur. Xəstə qardaşını gətirib böyrək xəstəliyindən, böyrək daşı ilə, pristupla gətirib bizə yoxladıq. Sonra neysə bu oğlan özü belə gözümə qəribə dəydi. Bir sizdə şəkəri yoxlayaq, hələ venoz qanda şəkəri. Venoz qanda şəkəri yoxladıq, gördük kəllə çaxdadır. Dedik ki, mən ona sual verdim. Siz bir şey silirsinizmi özünüzdə kliniki baxımdan? Halsızlıq, yorğunluq, susuzluq, ağızda quruma, gecə tez-tez sidiyə gitmə, arıqlama dedi, doktor, heç nə siləməmişəm. Çox cüzi miqdarda arıqlamam var. Mən də çöl adamıyam, çöldə işləməklə bəlkə bu əmələ gələ bilər. Hələ azlıq şəkərini yoxladım, toxluq şəkərini yoxladım, glikohemoqlobini yoxladım, 3 aylıq şəkər dedik biz ona və nəhayətdə nəticəyə gəldik ki, 35 yaşlı bu gənc diabet xəstəsidir.